Salam, hər vaxtınız xeyir olsun. Bugün sizlərlə bir yerdə maraqlı bir sualın izahına baxacağıq. Nəzərinizə çatdırım ki, Elm nəşrindən şagirdlərimdən birinin sualı idi. Hansı cümlədə məqsəd zərfliyi ismi xəbərə aiddir? Əvvəla ismi xəbərdən yola çıxmaq lazımdır. İsmi xəbərin ifadə vasitələri bilirsiniz ki, adlar, yəni feil xarici, təsriflənən feil xarici nitq hissələri, feillərdən məstər və eyni zamanda feil sifət. Çox adam məstər və feil sifəti feili xəbər götürür. Bu yanlış bir yanaşmadır. Və son olaraq da söz xəbər adlandırdığımız predikativ xəbər anlayışı, yəni məsələn, burada var, gərək, lazım və s. Türbəni görmək üçün gələnlərə şərbət payladılar. Payladılar təsriflənən feillə ifadə olunduğuna görə biz bunu feili xəbər götürməliyik. A-nı silirəm. Oxumaq üçün heç zaman gec deyil. Gec deyil gördüyünüz kimi gec sözü zərfli deyil hissəci ilə işlənib ismi xəbərdir. Və mənə lazım idi məqsəd zərfli. Baxıram nə üçün gec deyil oxumaq üçün heç zaman. Yəni burada müşahidə olunur ki, ümumiyyətlə bizə lazım olan məqsəd məzmunu və ya zərfliyi yoxdur. Biz ailəliklə halal zəhmətə önəm veririk. Önəm veririk gördüyünüz kimi təsriflənən feil formasındadır və nəticədə bu da feili xəbər olacaq. Vətən yolunda hamı kimi biz də varıq. Bunu hələ ki saxlayaq. Var sözünə də diqqət edin. İsmi xəbər var. Qaranlıq olduğu üçün anam şam yandırdı. Yandırmaq sözü də gördüyünüz kimi şübudi keçmiş zamandadır, xəbər şəklindədir və feili xəbər olacaq. Deməli, ümumilikdə bizim 3 variantımız sıradan çıxdı, çünki onlar ismi xəbər deyil. B variantı ismi xəbər olsa da məqsəd zərfliyi yoxdur, qaldı D variantı. Deyək bir də buna bənzər bir cümlə var, elə Dimin öz kitabında bu cümlə yer alır. Deyir ki, cümlədə vətən yolunda canımdan belə keçərəm. Deməli, belə bir cümlə də Dimin vəsaitində verilib. Bunu da nəzərinizə çatdırmaq istədim və biz burada müzakirə edərkən diqqətlə yanaşmalıyıq. Varıq ki, biz necə varıq, hamı kimi varıq. Nə məqsədlə? Niyə? Nə üçün? Vətən yolunda və yaxud da burada indi hərəkətə aid olduğu üçün şagirdlər üçün daha aydındır ki, vətən yolunda canımdan keçərəm, yəni bu məqsədlə canımdan keçərəm. Amma ismi xəbərə aid olanda nisbətən bir çaşqınlıq yaranır. Yenə də unutmayın, məqsəd zərfli hərəkətin məqsədini bildirir, niyə, nə üçün, nə məqsəddə suallarından birinə cavab verir. İfadə vasitələri məstər ola bilər, qoşmalı ismi birləşmələr ola bilər, daha sonra məstər və feili birləşmələr ola bilər, sual əvəzliklər ola bilər. Bunlara diqqət. Gördüyünüz kimi burada da vətən yolunda eyni nümunədir, hətta vətən yolu ikinci növ təyin söz birləşməsidir. Və bizim varlığımızın, bir növ mövcudluğumuzun hansı məqsədlə olduğunu dilə gətirir.